Bugün Strasburqda Avropa Parlamentində Əfqan araşdırmacı jurnalist Əfqan Muxtarlı ilə bağlı, yəni onun xeyrinə qətnamə qəbul olundu və bu həmin yığıncaqda onun həyat yoldaşı jurnalist Leyla Mustafayeva da iştirak edirdi və indi izah eləyəcək Leyla xanım. Leyla xanım, ilk öncə izah edin, yəni sizi kim dəvət eləmişdi və dəvətdə məqsəd nə idi? Deməli, mənim səfərim bura təşkil olunmuşdu. Strasburqa gəldim dünən. Bu gün də məlum olduğu kimi toplantı, iclas olmalıydı. Amma iclasdan əvvəl biz əvvəlcə bir sıra müxtəlif qruplardan olan parlament nümayəndələri ilə görüşdük. Və mən onlara bütün xırda detallarından, hətta Azərbaycan tərəfindən, Azərbaycanla bərabər Gürcüstanın da bu işdə məsuliyyət daşıdığını, Gürcüstanın da cavabdehlik daşıdığını vurğuladım və bildirdim ki, mütləq Gürcüstan məsələsi də qətnaməyə salınmalıdır və bunları nəzərə aldılar və sağ olsunlar, yəni gözlədiyimiz kimi açığı qətnamə yekdilliklə qəbul olundu. O qətnamə ilə bağlı daha geniş izahat verə bilərsinizmi? Deməli, qətnamə içərisində çox bəndlər var. Əsas, yəni məqsəd ondan ibarətdir ki, Azərbaycanda Əfqan Muxtarlının bu cür yolla Gürcüstanda uğurlanması və Azərbaycanda həbs olunması pislənilir. Onun qeyd-şərtsiz azadlığa buraxılması, ona qarşı qaldırılan ittihamların ləğv olunması və onun ailəsinə qovuşulması tələb olunur. Bundan başqa eyni zamanda Gürcüstanla bağlı bəndlər də var. Orada bildirilir ki, yəni Gürcüstan orada yaşayan bu aktivist fəal Azərbaycanlılarla bağlı problemləri həll etməlidir. Onlara yaşayış izni falan təmin olunmalıdır. Üstəlik Əfqanın işi çox açıq, şəffaf şəkildə araşdırmalıdır. Yəni bu Gürcüstanın üzərinə artıq fişək kimi qoyulur. Gürcüstan demişkən, orada hal-hazırda vəziyyət necədir? Yəni oradakı durumla bağlı. Gürcüstanda açıq araşdırma bizi qane edəcək səviyyədə aparılmır. Çünki indiyə qədər yəni aldığımız ən son məlumat budur ki, 200-ə qədər bir şəxs danışıq dindirilib, 30-a qədər video əldə olunub, amma onların içində Əfqanın oğurlanması ilə bağlı bir dənə çəkiliş, görüntü, ifadə belə yoxdur. Bu isə o deməkdir ki, yəni istintaq onların öz maraqlarına uyğun aparılır. Əslində təmiz, şəffaf aparılmır. Ümumiyyətlə nə gözləyirsiniz? Yəni bu qətnamədən sonraki dövr üçün? Açığı bu qətnamə bir daha onu göstərdi ki, yəni Avropa ölkələri öz dəyərlərinə hörmət eləyir. Başqa digər avtoritar rejimli ölkələrdə yaşayan, ədalət, insan hüquq və azadlıqları uğrunda çarpışan və korrupsiyalaşmış rejimin korrupsiya mexanizmini ifşa eləyən jurnalistlərin yanındadır. Və bu proses dəstəklənir və əsas odur ki, biz bunu bugün Avropa Parlamentindən gördük. Əlavə məlumat vermək istərdinizmi? Yəni var mı? Əlavə yəni nə olsa sorarım. Oldu. Təşəkkür edirəm, sağ olun. Canlı yayıma görə.